Salam, hörmətli izləyicilər. Bu günlərim deməli maraqlı bir mövzu haqqında danışacağıq. 2026 MİQ çərçivə sənədinə daxil edilən, həmçinin 6-cı sinif Azərbaycan dili dərsliyində yer alan hiperonim və hiponimlər haqqında sizə məlumat vermək istəyirəm. Gəlin görək bu hiperonim və hiponimlər nədir? Deməli, əvvəlcə baxaq görək bunlar ayrı-ayrılıqda nədir? Hiperonimlər haqqında danışsaq, hiperonim. Hiperonim deməli sözün aid olduğu ümumi məna, sözün aid olduğu ümumi məna adlanır hiperonim. Sözün aid olduğu ümumi məna. Yəni hiperonim anlayışın üstüdür. Anlayışın üstüdür. Məsələn, mən bura yazsam ki, mən bura qeyd eləsəm balıq sözünü, balıq sözünün ümumi mənası, yəni hiperonimi nədir balıq sözünün hiperonimi? Heyvan. Deməli, balıq sözünün ümumi mənası, yəni hiperonimi heyvandır. Bir də var bizdə hiponimlər. Bəs hiponimlər nədir? Deməli, hiponim bir hiperonimə aid olan sözdür. Bir hiperonimə aid olan sözdür. Yəni hiponimlər, bax bu hiponimlər hiperonimlərin içində olur. Hiperonimlərin içində yer alır. İçində yer alır. Məsələn, nümunə desək, məsələn, bu izahımızdan nümunə desək, meyvə hiperonimdir. Hiperonimdir. Bəs meyvənin hiponimi nə olar? Meyvə qrupuna daxil olan, məsələn, heyvadır, heyva, alma, ərik, nar. Bunlar da meyvə qrupuna daxil olan hiponimdir. Məsələn, başqa bir nümunə desəm, deyək ki, hiperonimlərə aid nümunə desəm, məsələn, bitki. Bitki özü bir hiperonimdir. Hiperonimdir. Bitki qrupuna daxil olan gül, ağac, sonra ot, kaktus. Bunlar da bitki qrupuna daxil olan hiponimlərdir. Və bir də onu bildirim ki, sözü izah etmək üçün çox zaman hiperonimlərdən istifadə olunur. Yəni biz hər hansı bir sözü izah eləmək üçün biz hiperonimdən istifadə eləyə bilərik. Hiperonim və hiponimlərə başqa bir nümunə desək, məsələn, qida özü bir hiperonimdir. Qida özü bir hiperonimdir. Qida qrupuna daxil olan hiponimlərə çörək, ət, düyü, pendir. Bunlar isə hiponimdir. Bu qədər.
Dinlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olub paylaşmağı unutmayaq ki, daha çox şəxslər faydalana bilsin.